Esselamu aleykum və rəhmətullah və barakatuh. Dəyərli müsəlmanlar, orta məktəblərin birində ateizm dövründə müəllim lövhəyə çıxır və uşaqları aldatmaq üçün uşaqlara deyir ki, güya insanlar öz-özünə yaranıb, güya heyvanlar öz-özünə yaranıb, güya dağlar öz-özünə yaranıb, güya bu kainat öz-özünə yaranıb. Bir sözlə absurd və cəfəng şeylər danışır. Tənəffüs zamanı uşaqlardan biri lövhədə eşşək şəklini çəkir, altından da müəllimin adını yazır. Tənəffüsdən sonra uşaqlar sinifə qaydanda şəkli görüb gülməyə başlayırlar. Müəllim də sinifə daxil olur və deyir ki, nəyə gülürsünüz? Uşaqlar da deyir ki, bəs belə. Müəllim şəkli görəndə deyir ki, kim cürət edib orada o şəkli çəkib, altından da mənim adımı yazıb. Uşaq deyir, müəllim, siz demirdiniz kainat öz-özünə yaranıb, insanlar öz-özünə yaranıb, heyvanlar öz-özünə yaranıb. Mən də sizə deyirəm ki, o şəkil orada öz-özünə yaranıb. Müəllim deyir ki, sən bizi elə salırsan, elə şey ola bilərmi ki, şəkil öz-özünə yaransın? Uşaq deyir, müəllim, siz adi bir şəkilin öz-özünə yaranmasını qəbul edə bilmirsiniz. Bəs biz bu kainatın, bu insanların, bu heyvanların, görən gözlərin, danışan dillərin yaradıcısı necə inkar edək? Uşaq beləcə müəllimi haqqı sübut edir. Adi bir şəkil baxırsan, görən gözü yox, danışan dili yox, onu belə bilirsən ki, öz-özünə yaranmamışdır. Allah İbrahim surəsi 10-cu ayda buyurur ki, Allah vardır, buna heç bir şübhə yoxdur. Fatir surəsi 3-cü ayda buyurur ki, məgər Allahdan başqa yaradan mı var?